İnsan niyə başqasının maskasının maska olduğunu anlayır, amma öz maskasını xarakter hesab edir. Biz çox vaxt başqalarında qınadığımız şeyi özümüz də daşıyırıq. Amma o şeyi başqasında görəndə daha sərt reaksiya veririk. Məsələn, bir insanı mənfəət güdməkdə günahlandırırsan, ancaq özün də mənfəət güdürsən. Onda o insanı niyə günahlandırırsan? Çünki insan yalnız nə etdiyilə deyil, həm də özünü necə görmək istədiyilə yaşayır. İçəridə iki sistem işləyir. Həyatda qalma sistemi və vicdan dəyər sistemi. Biologiya deyir, resurs topla, vicdan deyir, insanlığını itirmə. İnsan bu zaman bu iki sistemin arasında qalır. İnsan özünü əxlaqlı, düzgün, vicdanlı biri kimi görmək istəyir. Amma şəhvət, qorxu, həzz, status və maraq kimi impulslar onu başqa istiqamətə çəkir. Burada ideal mənliklə real mənlik toqquşur və daxili dissonans yaranır. Carl Jung bunu kölgə anlayışı ilə izah edirdi. İnsan özündə qəbul etmədiyi tərəfləri bastırır, amma həmin xüsusiyyətləri başqasında görəndə güclü emosional reaksiya verir. Çünki başqasına olan qəzəb bəzən insanın özünə qarşı gizli qəzəbidir. Buna görə də insan yalanı qınayır, amma özü də yalan danışır. Egoistliyi qınayır, amma özü də egoist davranır. Sosial maskaları tənqid edir, amma özü də hər yerdə tam real ola bilmir. Çünki sosial həyat rollar, statuslar və uyğunlaşmalar üzərində qurulub. İnsanlar özlərinə daha yumşaq, başqalarına isə daha sərt davranırlar. Çünki sən öz daxili səbəblərini bilirsən. Başqalarında gördüyün şey isə yalnız onun davranışlarıdır. Ən təhlükəli vəziyyət isə insanın özünü tam haqlı hesab etməsidir. Çünki insan başqasını qınayanda çox vaxt öz daxilində həll edə bilmədiyi konfliktləri ona proyeksiya edir. İnsan nə tam mələkdir, nə də tam heyvan, amma bu daxilindəki bu konflikt uzun müddət tam həll olmayanda daxili parçalanma yaranır. İnsan kim olmaq istədiyi ilə əslində kim olduğu arasında sıxılır. Nəticədə utanc, günahkarlıq, özünü sabotaj, münasibətləri dağıtmaq və emosional tükənmə yaranır. Sevindirici xəbər isə odur ki, bu problemin tam həlli NAT texnikaları ilə mümkündür. Fikirləriniz çox dəyərlidir.